Rasional bərabərsizliyə aid bir misala baxaq. Məsələn, 25 nömrəyə. Rasional bərabərsizliklərin əsas qaydası odur ki, məxrəci sıfıra çevirən qiymət nəzərə alınmamalıdır. İndi baxaq misalın həllinə. Ədəd oxu üzərində sıfırlarını qeyd edirik. -1, 1. Yəni, bu ifadəni sıfıra çevirən qiymət nədir? Yuxarı üçün 1, aşağı üçün -1. Ədəd oxu üzərində qeyd etdik və rasional bərabərsizliklər intervallar üsulu ilə həll olunur. Qeyd edək intervalımızı, göstərdik. Birdən sağ tərəfdə, məsəl üçün 2 versək, görürük ki, müsbət olur bizim ifadəmiz. O zaman müsbət, mənfi, müsbət. Bu şəkildə ardıcıllıq davam edəcək. Bizdən də tələb olunan, istənilən şərt nədir? Kiçikdir 0 olsun. Kiçikdir 0-ı hansı aralıqda alır? Təbii ki, -1, 1 aralığında. Yəni, cavabımız olur -1, 1. Bu şəkildə.